Bəli. Alo. Bəli. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Mən də yaxşıyım. Siz niyə sözləşmisiniz belə? Niyə söhbətləşəm? Mən söhbətləşməmişəm. Alo. Bəli xanım. Mən işidən çıxmışım gəlir. Adın qız. Canlıda niyə yığırsan ki məni e-mailini burada cəmaatın üstüne? Yox da nə deməli harada tapsan? Mənim nömrəmi canlıda sonra yığ da. Niyə canlıda yığırsan ki? Niyə canlı? Məqsədin nədir? Məni elə salmaq istəyirsən? Rrrr elə. İstəmirsən ki. Niyə istəmirəm ki? Sən mənə məsələnə bilmərsən. Başa düşdün? Uxadidib, davayski, saatda 180-la. Blok. Uşaqlar, deməyin, ki nəsə köput danışır. Baboş haqlıdır. E-mailini durub canlıda yığır məni. Mən bilməm, sən oyunu mənlə mırt tutursan. Mən sənin səsini mikrofona qoyub qayda edirsən ki, qızlara, padırqalarına, baboşla danışıram. Sən, mən artıq ayrılmışam. Neçə ildir ki, mənim bu telefonum zəh çalır. Qızlar yığır, hamısı da prikol tuturlar məndən. Sən belə prikol tuta bilərsən, az uçça işini eləyərəm. Məndən xoşu gəlirmiş. Xoş gəlmiş mənimlə. Xoş gələn insan canlıda yığmaz. Get dayan tap. Xoş gəlmiş. Durub. Bunca iri gözləyib, xoş gəldi. Mən kimsənin prikol yeri deyiləm. Nədən məsələnmək yeri deyiləm ki, kimsə mənə məsələnsin. Mənim nənəm məni boşuna oxutmayıb ki, kimsə mənə məsələnsin. Kimsə mənə məsələnə bilməz. Heç kim ixtiyar vermirəm ona. Hər kistəşi öz... Zəh gələndə mikrofona qoyma, bilərək edirlər. Zəhləri qoyma mikrofona, mırt tuturlar. Mırt tutur cavabını da aldım, unuttum bloka. Allah kimdir ki məndən mırt tutur ki? Mırt tutur, mən də cavabını veririm dana. Mənim nəyimdən mırt tutacaqlar. Məndən xoşu gəlib. Salam. Kapelasiyada. Baş aşağı gedib 267 nömrəli marşrutla baş aşağı gedib Biləcərdə qaldım o vaxtı. Çıxırdım avtovağzalın yanına, kuruk yeri var orada. Durdum orada 267 nömrəli marşrut gəlirdi. Baş aşağı gedib baş aşağıda gəlirdim. Heç denən həmişə də keçib arxada otururdum. Qabaqda oturanda qadınlar qoymurdu, yenə durmalısan. Ona görə gözləyirdim ki, görüm arxa varsa tez özümü verirdim arxaya ki, ayaq üstə qalmayayım. Hə, baş aşağı git, baş aşağıda gəlmişim. Baş aşağı gedib, baş aşağıda gəlmişim. Axşama nə pişirmişsən? Dürdaniyə şey vermişəm, töyük. Ki, şeylə qızartsın, kartoşka ilə zadından, axşama tovkada gətirsin, versin. Doysun pişirmirəm, o pişirsin. Hörtül dətmə çay. Çay qaynardı, ona görə hörtül deyir. Bəs deyirsən, kişilər nə? Yorumlar tez-tez gedir, oxuya bilmirəm, nə? Bəs deyirsən, kişi də baş aşağı gedər. Nə olursun ki, ay yeganə? Yəni, bir dənə xanıma qıza baxmırdım da. Bəlkə cəmaatın sevgilisidir. Tərbiyəmdən. Tərbiyəli insan baş aşağı gedib, baş aşağı gəlir. Başlayın, başını sal, dinməz. Söykə, tərbiyəmdən. Əxlaqımdan. Gözüm qaynamayıb. Kiməsə boylanım. Başa düşdün? Gözüm qaynamır. Sənin gözün qaynayır, o ayrı. Yola çıxanda ola bura boylanırsan, o da ayrı. Mən elə insan deyiləm. Bəli. Baba, sen izmə niyə asıl verirsən ki? Niyə vermirəm ki? Bilirəm, mən sən burada pis söz bilmirəm. Bilirəm də, nə oldu? Niyə canlıda yığıb eşkini elan edirsən ki? Bu neçə ildə yığmayıb, indi yığırsan? Bildim, mən sən harada görə bilərəm, yaxşı. Harada görə bilərsən? Qoy deyim. Tərtər yolunda orada çay var.
Oradayım mən. Gedəcəm ora, gəl ora. Ayağımı salacağım suya. Suya salacağım biraz ayağımı. Ne vaxt gedəcəksən? İndi gedirəm. Mən Bakıda yaşayıram. Hə, gəl tərtər yol tərəfə, orada çaylaq var. Düşürsən oraya, gedir uzun. Oturacağım orada, ayağımı salacağım suya. Gəl baxıb gedərsən. Mən sən ama ciddi danışıram sənlə. Bəli. Mən ama səndən ciddi danışıram. Ərə gəlmək istəyirsən, ma. Birbirimizi tanıyaq, sonra ona qərar verərik də. Mən görməmiş danışmıram. Yığ görüntülü baxın. Görməmiş danışmıram. Mən indi səni burada yıxsam, sən cəmatı göstərməyəcəksən. Niyə cəmaata göstərirəm ki? Mən o qədər qızlar yığıb ki canlıda. Hansı birini göstərmişəm cəmaata? Məsələn, səsindən xoşun gəldi. Səsi nə edirəm? Mənə görünüş lazımdır. Bir baxın biz sifətinə. Bir baxın görün bir insanla arxa dolaşaq olmayacaq. İnsanın gözünün üzünə baxan da adam bilir. Gün qabağına keçimi patlatdan zətdə vurur, mən səsini görmüşüm. Keç vur. Var. Keç. Tamam, oldu, çox sağ ol. Yalanlar danışılan mutdaşırdan belə. Gün qabağına keçin pamada vurun. Təbii çıxdana neyle pamadanı? Yuxudan duranda sən sıfatını görməyəcəm onsuz da. İnan ki o da durdu. Yox, o gün mənə bir dul yığmışdı telefon. Ondan xoşum gəldi. Prosto bir dənə oğlu var idi. Başa düşdüyümdə da uşağı yekəl. Mənim öz oğlum deyil ha. Ondan belə çəkindim. Başa düşürsən öz oğlumdur. Yekəl eləyə deyə mənim öz uşağımdır. Mən sizə mənim öz qanundan olsun. Bir dənə o biraz şey oldu ki, dedi oğlum var. Nə olsun ki ailəli olub. Amma qız gözəl idi. Ağappaq, sakit. Nə bilim üzündən tərbiyə yağırdı. Başa düşürsən. Nömrəsində bunu yığdım, adı gündə 1 milyon dənə zəng gəlir. Mırtdaşmaq üçün zəng eləyirlər, birisi eləsi yalanlar reklam adına zəng eləyir, sonra yalandan otururlar qız, nə bilim, nömrəm yayılıq deyin yığırlar. İtirdim nömrəsini, yaddaşa vurmadım. Nə də şəxsi nömrəmə yazmadım ki, bilməm nömrəsi yadımda da qalmayıb. Ki ona yazardım. Nə baba, çoxu gəlib gedəcək, kimdir yazılan onu oxuyamadım. Baxın. Azara getdi az mesajım. Az itirdim. İtirdim az mesajımı. Tezdən yaz. Evin uşağına qalsın. Peki kimə qalaşıq? Uşağıma qalaşıq. Maşınım var. Deyir oradadır. Ne yoxdur? Maşınsız, maşınım da var. Sual iş göründü deyəndə aşağı biraz oğluna görə şey edirəm. Yoxsa xanım elə sevərək bir-birimizi nətər. Yığmır özü də məni. Hə, deyə yazdı. Nə? Baba çoxu gəlib gedəcək, amma sənin yerini heç kim verə bilməz. Deyə çox sağ ol Aliyeva, matçı. Tutmayın öpəcəm. Qayıdıb diləmə, canı da söz atır ki, sən iş mən ola bilmərsən. Allah eləməsin mən sən olum. Mən mənəm. Allah'a şükür. 2021'den de TikTok'dayım yüksek yayınlarla. O bir göre bir 5 ay geçenden sonra göre bir senden neler olur. Bir göre bir senden bir 6-7 ay bir yıl geçenden sonra göre neler olur. Maha vatanlar çok olur senin kimi. Ben sen olabilmem. Kaliyet eləyərəm sen olaram ben. Senin kimi de yayın apara bilmərəm. Yenə də qələt eləyərəm. Mənim o tərbiyəm ona yol verməz. Bu bir orada mənə 5 nəfər hırıldayacaq deyil. Mən sən kimi yayın aparıb, mən başımı oturmuşam sakit evimdə. Başımı bəlaya salıb, mənim içərilərə getməyə halım yoxdur. Bəs tamam. Mənim içərim sakit oturmuşam. Az adam olsun, saz adam olsun. Yaşayırıq və görəcəyik. Sən də yaşayırsan, mən də yaşayıram. Mən istəmirəm uşaqlar canlanım. Bu dəqiqə hamınız qəşəng bilirsiniz ki, bir dəqiqə bambıllıq elində canlı qalxır. Bambıllıq mənə lazım deyil. Oturmuşam evimdə sakit. Canlı qalxanda nə olur? 3 nəfər orada hırıldayaq, qoyacaq deyil. Niyə mən başımı bəlaya salıram? Həm də niyə xain olamaz? Xain bilsən kim ola bilər? Heç nəyə olmasın.
O adam ola bilər ki, baxar paxılını çəkər ki, mənim heç nəyim yoxdur, bunun var. Allah şükür, maşınım da var, izləyicilərimə böyük təşəkkürümü bildirirəm. Evim də var, qapımda toyuğum cücəm də var, hər bir şeyim də var. Yer gəlsə də tərbiyəmdə onun tərbiyəsindən də gözəldir. Kimdir? O kadar mənim niyə cürbəcür nömrələr yığır? Bəli. 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 Çox sağ ol. Kimdir? Evdəyəm. Sən bilmirsən, mənim gecəm gündüzüm bəllidir. Almaq istəyirsən, mən yönləndirim inkubator. Nə bilim, neçəliyə almaq istəyirəm? 64 dənə. Az deyirəm, xarab edib qoyarsan oradan, ha? Qaz yumurtasıdır. Həqqi. Neyinizən az qazı? Az aynı balaca həyətim var. Qazardı saxlayır. Qazı cəmat sahəlik yerlərdə, səhralıq səhəli yerlərdə saxlayırım. Az bilirəm, deyirlər yeməmsən qaz ətin, görməmsən ləzzətin. Amma sənin məhlən o məhlə deyil də. Ha? Həqqi, mənim çalınma baxır. Yaxşı. Baklava pişirsən? Hə, yaxşı, bu dəqiqə gəlirəm. Maaş şirniyyət olmaz, maaş şirniyyət olmaz. Çox kökərləm axı. Asya, sən o gün girdi padvala, cücəm çıxırdı, deyil, hə, toyuğun altında 6-7 dənə cücəsi var. Qaldım orada. Buram girdi, arxam girmədi. İlişdim, qaldım, ha. İndi mən ev alandan elə qoyurlar da padvalın qapısı. Baxaram, nə bilim. Girdim, qaldım orada. Hə, yaxşı. Yaxşı, yaxşı. Qızlar da əl çəkmirlər, qonşu tərəf bayanda geçişək. Amma şirin qızdır. Əl çəkmirlər ki, gürdə paxlava pişirir. Cəmat doymur məndən. Doymur, doymur.